Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmova məxsus şirkətdə çoxsaylı qanunsuzluqların aşkar olunduğu iddia olunur. Bu barədə Kainat saytı məlumat paylaşıb. Bildirilir ki, icra başçısının qohumlarının nəzarətində olan Günü MMC qanunsuz fəaliyyətinə görə 2 milyon manat cərimə olunub. Şirkət fəaliyyətində yol verdiyi çox sayda qanun pozuntularına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnib. Aparılan araşdırmalardan məlum olub ki, Günü MMC adı altında illərdir fəaliyyətdə olan Güzdək daşkarxanası ümumiyyətlə heç bir qanuni sənədə sahib deyil. Günlük qazancı 100 min manatlarla ölçülən qanunsuz işlədilən daşkarxanası insan əməyini də istismar etməkdən çəkinmir. Günlük muzlu işlədilən insanların həyatını təhlükəyə atan şirkət ərazidə heç bir təhlükəsizlik tədbirləri belə görmür. Xülasə, pul qazanmaq üçün qanunları mişar daşı kimi kəsib satmaqla məşğul olan Günü MMC sahibi çox pul qazanmaq xətrinə əmək müqaviləsi olmadan vətəndaşları muzlu işlədərək hüquq hüdudlarını da tapdamaqdan çəkinmir. Məlumatda daha sonra bildirilir ki, icra başçısı Sevindik Hətəmov tutduğu vəzifəsindən istifadə edərək onun qızının adına olan şirkət də illərdir vergidən yayınıb və Ekologiya Təbii Sərvətlər Nazirliyindən müvafiq sənədlər almadan torpaqdan istifadə edərək ərazini dağıdıb. Onu da bildirək ki, məlumatda illərdir qanunsuz fəaliyyətdə olan Günü MMC dövlətə vurduğu zərərə görə 2 milyon manat civarında cərimələnsə də, icra başçısı öz əlaqələrini işə salaraq cərimənin ödənilməsinin də hələ də gecikdirdiyi qeyd olunur. Səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq.